اعوذ بالله من الشیطان الرجیم. بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین و صلی الله علی محمد و آله الطاهرین و لا سیما بقیة الله فی الارضین و لعن الدائم علی اعدائهم اجمعین. حضرت ابا عبدالله الحسین سلام الله علیه جزو شهداء دار الفنا و شفعاء دار البقادی، یعنی الله متعال بلاری اول به عنوان الگو بشریت معرفی الیب با عالم ده سرا مسئله شفاعت اگباده. اول دنیا مزه جلب تا آخرت مزه بلا تا مقام ولایت دادی لا یرگا الیه تیس. عقل بشر بلارون ساحسنه یتشمس، اما بزه وظیفه دی بلاری به عنوان الگوی عملی öz zindagimizdə tamam amalların, fikirlərin, əndişələrin diqqət eləyək və özümüzə olgu eləyək. اگر بیریستی الگو اولا الگوی جاودانه، الگوی ابدی، اونون شرایطی باش. بس o babda çox müfəssəl دی. Gərək alim ola, cahilin dalına düşmək olmaz. Gərək bir olgey atifisi, rabitey atifisi ola insanlarla. گره معصوم ola, xatakarın dalı sicaq düşmək olmaz. گره cəmali ola, insan məfturdi, məczub ola cəmala və göçəhliğə. Bunlar bir mehvərlərdirlər, çox əmik bəhslər. Amma feylən istiyoruz bu bəhsə varid olaq ki, Aba Abdullah Hüseyin ki tamam hərəkat و سکناتی کاشف از اراده شریعتی özləri dedilər ki vallahi ma نقول به آرائنا حرف şəxsi yoxumuzdi. Pəs Hüseyin bu hərəkətində təşəffiyə xatır yoxudi, ürək soğutmaq yoxudi, mənfəati şəxsi axtarmək. کوچکترین hərəkətində در صدد تصویر اراده حضرت احدیتی. پس یری vardı bu قافله حرکت eləyibdi Məkkədən, Mədinədən به طرف کربلا و دوباره گیدیف مدینیه. bu دقیقاً بررسی ola tamam اعمالی که انجام veribdi bu karvan. Neçə bəhs burada ümdədir. Əvvəl mincisi فلسفه قیام حضرت ابی عبدالله الحسین. طول tarixdə çox sözlər deyiblər. Bunlar bir gərək nəqd ola. الان da buzurgan və محققین نظریاتی ارائه eləylər. Şu gahi bu nəzəriyyat همسودür. gərək bunlar bəhs ola. şəvahidi ki متون تاریخی و روایی دوار bunlar bir ظریف و لطیف بحثیده نسبت به موضوع. gərək مشخص ola درس های کربلا. کربلانın درsi var. علاوه بر بوی چی کربلانın عبرتləri var. به تعبیر مقام معظم رهبری علاوه بر عبرتlər درسləri var. مدرسه حسینی کتاب yazılıb به نام مدرسه حسینی. نویسنده معاصر جناب مصطفی دلشاد تهرانی مطالعه eləsin. Nəfis kitablardandır. Mədrəsə-i Hüseyni mədrəsədir. Qur'an, Ağa Resulullah buyurdu, Qur'andan itirət bir-birindən ayrılmaz. Lən yəftəriqa. Qur'anın nə vəsfi var, elə Əhl-i Beytün də var idi. Əgər Qur'an məsumdir, Əhl-i Beyti də məsumdir, Hüseyin də məsumdir. Əgər Qur'an əbədi və cavidanədir, Hüseyin də əbədiyyət varıdır. Vallahi xanım Zeynəb dedi İbn Ziyada Yəzidə, vallahi la tumitu vəhyəna
وَلَا تَمْحُوا ذِكْرَنَا Allah'a and olsun bizim zikrimizi, vahyimizi aradan apara bilmezsen. Kur'an təzəliği var. Kur'an'ı 1000 dəfə də oxusun, cinə sənə təzədi. Ali ibn Musa Rıza öz cübbəsin verdi belə Xuzaiyə. Dedi bunun qədrin bil. 1000 Kur'an bunda xatm eləmişəm. Hər 3 gündə bir Kur'an xatm eləydi Həzrət. Və buyuraydı, Qəvvasi eləyəm ayatı Kur'anda 3 gün olay. Və elə 3 gündən tez xatm elərəm. Amma Kur'anın təzəliği var. Aşura həmişə təzədi. Hansı il ehsas eləyibsən? Könəliği var. Hər gün, hər ili ki dəhiyə məhərrəm gəlik, nişat بیشتر, şuur بیشتر. Bunlar hamısı bəyancəri budur ki, Hüseyin könəlməz. Hüseyin aradan getməz. Niyə Hüseyin ayəyə kəhf yoxudun? Ayrı ayənin yoxumadı Neyzədə. Ayəyə kəhf hekayəti neçə dənət zavandi ki, padişah zalim Məsihî ruhaniyyəti tutey, başın kəsey, dərvazədən astey. Bunlar qaçıblar. Bu zalim şahın hökumətindən qaçıblar. Bunlar neçə müddət Allah-u Teal öz qüdrəti ilə bunları öldürəndən sonra təzədən dirildib. Aba Abdullah Hüseyin əgər ayə-i kəhf yox ey, istəy deyək ki, biz vəlo əlan zahirdə bizi məhrum elədüz həyat-ı zahiridən. Vəli biz dirilib gəydəcəyik. Necə ki, əshab-ı kəhf gəydin. Hüseyin heç vaxt camiədən itməz. Həzrət vurdu Hüseynin Allah-u Teal qəlblərdə bir mühəbbətin qoyubdur. La təbrudu əbədan. Qiyamətincən soğumayacaq. Gərək bəhs ola, Kərbəlanın mədrəsəsi çox lətif bir mədrəsədir. Hüseynin muamelatı çox lətif muamelədir. Nəzir olay Hüseyin bir dəni nənəsinin adı ilə tağır Kərbəlada. Nəzir olay Yəbnə raiyyətəl mi'za. Ay keçini otaran arvadın oğlu. Nəzir olay Yəbnə mərcanə. Niyə nənəsinin adı ilə tağır? Bunlar hamısı dəqiqlərin usulü tərbiyyətini təsvir eləyik. Cənab-ı Seyyid ibn Tabus deyil, mən tarix o 12 nəfəri ki Hüseynin cənazəsinə at tapdırdı baxdım, gördüm hər 12'si nəuzu billah, nəstəziru billah, oğlad-ı bəqaya, bunların təvəllüdü napaçdır. Bunlar napaç, naməşru rabitədən dünyaya gəliblər. O işin iqtizası budur. Bəhs tulanidir. Mədrəsə-i Hüseyni gərək bəhs olan. Çox lətifdir, çox alidir. İbrətهای Aşura gərək bəhs olan. Axı bu Hüseyni Allah tətir eləyib. Əgər Allah tətir eləyibdir, ravi deyil, mən getdim Peyğəmbəri görəm. Bir nəfərdir be namı Əsqa. Ravi deyil, bir dəyləşmişdilər, Əliyə foşu dedilər, Əsqa da döndü, Əliyə foşu dedi. Hamı durdu, getdi, bu Əsqa üzün çördü mənə. Dedi, sənə danışım bu foşu dediyimiz ağadan. Dedim, danış. Dedi, bir dəfə, Peyğəmbəri istəydim görəm. Getdim, qapını döydüm, Zəhra çıxdı. Dedim, Peyğəmbər anı, dedi, evdədir. İstəydim gedəm, gördüm Peyğəmbər gələk, Həsənlə Hüseyin də hərəsi Peyğəmbərin əlindən yapışıblar. Nəinki Peyğəmbər bunların əlindən yapışıb. Bunlar Peyğəmbərin əlindən yapışıb. Əmir əleyhissalam da bunlarla gəldilər. Peyğəmbər bunları əyləşdirdi, şisanı saldı başına, ayə nazil oldu. İnnəmā yuridullahu liyuzhibə ankumur rics əhləl beyt və yutahhirəkum təthira. Allah-u Teala sizi təthir eləyib. Şuxidir Allah'ın tətiri. Hüseyin ki Allah bunu təthir eləyib. Nəzir oldu, iş gəldi bir yerə çatdı ki Hüseynin üzünə foşu dedilər. Fərəzdəqə dedi, foşu dedilər mənə. Dözdüm. Əmr ibn Həccad Kərbəlada nəzir oldu? Çox üz istəyəm bu təbirdən, çox üz istəyəm.
Kâne yesubbu Aliyen ve Hasenen ve Hüseynen ve Fatime. Səhv beləydi, fohşu deydi Kərbəlada. Rivayətdə var bunun fohşuları İmam Hüseyin ağıya suyun məmnu olmağından bətər idi. Hüseyin buna nifrin elədi. Dedi, xar yaşayasan, xar öləsən. Elə o cürdə oldu. Elə xar yaşadı. Elə xar öldü, farmandeh idi. 9 il heç kəs demədi bu necə oldu. Bunun xanımı, xanım Zeynəbin şagirdi idi. Kufədən gəydəndən sonra Kərbəladən arvadı qapını açdı. Dedi ki, bir də xarici var idi, öldürmüşük. Xarici, yəni o ki, xuruz eləyibdi İmam-ı Adilə. Yazid olay İmam-ı Adil, ama Abdullah Hüseyin olay xarici. Xarici nə xaric az məmləkət? Kəsi ki, xuruz eləyib, qiyam eləyib bər əleyhə İmam-ı Adil. Gör, nə cür ruzuqar idi? Bəli, bu gəldi, varid oldu evə, xanımı da, xanım Zeynəbin təfsirində böyümüşdü. Dedi, xariciləri öldürmüşük, gələylər sabahları Kufiyə, çıxarsan tamaşıya, sənə də qənimət gətirmişəm. Dedi, nə gətiribsən? Buxtanı qoydu qabağına, gördü başmaqdı, cüşvaradı, hey baxdı, ağladı. Özü başladı, dedi, Xudaya, bu başmaq sahibi bu xanım, başmağını alıblar, bu ayaqyalın hara qasıb, nəcür qasıb. Bu ki, düşdü rəxti xaba, başladı xoruldamağa, xəncəri götdü, dedi ki, öldürürəm, məni əgər öldürərlər sabahları, Ağa Resulullahın məhzərində üzüm ağdı. Əgər öldürməzlər heç. Balıncı qoydu bunun ağzına, xəncəri saldı bunun qəlbinə, bunu öldürdü, həyətdə dəfn elədi, bir dənə atı var idi, atın da çıxartdı, vırdı gəmsi ilə atda düşdü yola. 9 il biri soruşmadı bu necə oldu. 9 il. Bu Əmr ibn Həddad. Namə yazanları biri budur. İmam Hüseyin ağıya. 9 ildən sonra bu xanım durdu getdi həccə. Minadə ya Ərəfatda hava isti idi. Çadırın ətəyin qalxızmışdı yuxarı. İmam-ı Səccad da bunun böyründə çadırı var idi. İmam-ı Səccad da çadırın ətəyin qalxızmışdı yuxarı. İmam-ı Səccadın gözü düşdü bu xanıma. Fatimə idi. Dedi, ya uxtah, əvvəlin midalı verdi. Dedi, mənim bacım. Bu xırda təbir deyir ha. Dedi, ya uxtah, keytə keytə, elə belə. Keytə keytə. Ərəb içində keytə kinayədir. Dedi, keytə keytə. Nəzir oldu gəziyə. Dedi, ağa, canıva and olsun, bu 9 ildə sən əvvəlin vardı ki, halın soruşaysan. Dedi, səni xar öləsən, səni xar yaşayasan. Qulaq asma ərzimə, İmam Hüseyni öldürmüşdülər. İmam Hüseyin gəldi Kərbəlaya özün dirildə. Seyyid Hibətüddin Şəhristani bir cümlə deyib, qızıl suyla gərək yazasan. Deyib, İnnə Bəni Üməyyə qəd əhiyyətil Hüseyin. Bəni Üməyyə Hüseyni diritdi. Hüseyni diritdi Bəni Üməyyə. Yezid çox xam idi. İnnə Bəni Üməyyə qəd əhiyyətil Hüseyin. Rivayətdə var, mən vərrəxə müminən fəqət əhyah. Biri bir dənə müminə tarix yazdı, onu dirildibdik. Niyə Peyğəmbərlərin bir dəsi tey Allaha deyik? Vəcəlli lisanə xeyrin ya lisanə əmsalı bu cür lisanə xeyrin fil axirin. Xudaya, mən səndən istəyəm, məndən sonra yadı xeyr məndən qoy. Məniyyətdir. İstəyir ki, adı mətrah ola tarixdə. Nə? İstəyir mərdum bunun fikrinin dövrəsinə yığışan. Odur ki, Kərbəla qəziyyəsində kim zərəl elədi? Özləri zərəl elədi. Rəhbəriyyət-i salih əldən getdi. Bir dənə bir bəhs açıyan burada. Bir neçə dəqiqəlik bəhsidir. Bu bəhsi belə nə qədər desən ərzişi var. Çox istisnai bir bəhsidir. Və şərt-i salavat və Muhammed və Ali Muhammed. İmam Hüseyin ağa Məkkədən hərəkət eləyəndə bir tərəfi Kərbəla Kufə, bir dənə ərəb, çox tiz, huş, çox ağyəndə necər, qəşəh görəydi gələcəyi. Əbu Abdullah Hüseyin əleyhissalamın qabağını kəsdi, dedi, Hüseyin getmə. Dedi, Hüseyin getmə. Dedi, niyə? Dedi, ləin qutiltə lənüstərəqqənnə bə'dək. Hüseyin, səni öldürsələr, biz hamımız olduq quz.
qul. Necə əbd zər xərid, necə kəniz zər xərid, o cür olduq Hüseyin. Amma İmam Hüseyin gərək gedə. Amma bu ərəb hər kəsmiş möcüzə elədi pişquyisində. Rəhbəriyyət salih vilayət getdi camiədən nə olar? Yezid Müslim ibn Əqəbəni yolladı Mədiniyə, dedi 3 gün sənə bunların malın halal eləyəm, canın halal eləyəm, namusların halal eləyəm. Bəli. Mal halal, can halal. Müslim ibn Əqəbə can verəndə iftihar eləydi ki, Mədinədə nə qədər adam qırmışam. Mal oldu halal, getdi. Can, qan töhdü, nə qədər qan töhdü. Amma hamısından bətər namusu halal elədi. Şimdi bir söz deyə bilər. Əyləşib Peyğəmbərin yerində mərdum çarıxıb elə bilək ki, hər kəs Peyğəmbər yerində əyləşdi, həmçinan ki, xəlifədi, məsdər təşriidi. Bu idi ki, Əmir Əleyhisselamın Zəhranın bağrın çatladıydı. Axı, hər kəs əyləşdi orada, olsun xəlifə. Amma da məsdər təşriid yox. Məsdər təşriid, yəni hər nə deyəm, hökm-i ilahidir. Bu çox bətər sözdür bu. Ay burucuzdur buraya, İslamın evi əgər yıxılıb, bu bəhsinə yıxılıb. Ki, xəlt oldu beyni məqam xilafət və məsdər təşriid. Ağa, bir oyun oldu mərdumun namusunda, mən utanıyam deyəm, təbir eləyə bilməyəm, mənbərdə deyə bilməyəm, həya eləyəm, şərm eləyəm. Əcib buradır. Yığışdılar, dedilər ki, bizdən əl çəkməyəcəksən sən. Dedi, bir şərtlə sizlə əl çəkərəm. O da budur, gələsiz, hamız imzalayasız ki, biz Yezidə olduq qul. Bu iki deyəm, o ərəb ki, pişquy eləyib, möcüzə eləyib, bu deyəm, möcüzə eləyib. Dedi, imzalayın, hamımız Yezidə quluq. İqrar oldu əhaliyə Mədinədən. Biz Yezidə quluq, bunları boşladı. Əgər rəhbəriyyəti salih gedə, bu cür olar. Söz buradadır, biz bir kələmədir, bəs yəvəz eləyək. Nə cür oldu camiə bu cür tərxiş elədi? Niyə bu tərxiş çıxdı qabağa? Hüseyni ki, Peyğəmbərin sinəsinin üstə qalır. Rivayətdə var, Həzrət-i Zəhra buraya, Peyğəmbər Həsənlə Hüseyni qoymeydi yer üzündə yol yeriyələr. Ya aleydi çininə, ya aleydi qucağına, Həzrət-i Zəhra Peyğəmbərə müsibət oxuyanda, Nuhu oxuyanda, Peyğəmbərin əzasında rəsa oxuyanda, Peyğəmbərə xitab edir, ya Rəsulallah, sən iki qoymaydın Həsənlə Hüseyin yol yeriyə, yerin üstündə. Həsən üzün çördü Peyğəmbər Əliyə, dedi, ya Əli, bu iki dənə uşaq, bu iki oğul əzhələni, məni qafil eləyibdi ayrı məhəbbətlərdən, əzim ki, gedəm, ayrı bir mövcuda bir şəxsə mən məhəbbət getirəm. Gör, nə cür Peyğəmbər bunlara əlaqə getirmişdi. Əlaqə sırfı, əlaqəyi atifi görür. Hüseynin alnında ayrı şey görəydi. Əssəlamu aleykə, ya xazinəl kitab-ül məstur. Zəhranı dünyaya getirəndə Hüseyni, Allah midal yolladı. 8 ləqəb verdi Hüseynə. Biri budur. Cəaltuhu xazinə vəhyi. Az Adəm ta xatəm. Zəhra, nə qədər vəhyi yollamışam, yığmışam Hüseynin qəlbinə. Yığmışam Hüseynin qəlbinə. Ay Vəhid-i Xurasani buyurdu, xazinə vəhyi, yəni az Adəm ta xatəm. Deyəri bala, bunu yox ey Peyğəmbər. Deydə ayrısına mən baxa bilməyəm. Ayrısı əsən yadımdan çıxıb. Nəzir oldu bu çərxiş oldu? Bir cümlə deyim, qiyamət yaz cümlə. Əgər sən əzarari eləysən, əgər sən sinə vureysan, əgər sən zəncir vureysan, əgər ağlaysan, buna görədir ki, bu sual tarixdə zində qalar. Bu sual rahnəmaz. Bu sual tablodur. Bu sual yol görsədir. Bu sual gələ zində qalan. Bu çərxiş 180 dərəcə oradan tapıldı. Bunun tozihi ve müfəssəl bəhslər istəyik. Üləma-i əlam bu neçə gecəki baqidir. İnşallah bunları siz əzizlərə bəhs elərlər. Bu günləri axşam Kərbəla bətər qəmliydi. Bu gün axşam Kərbəlada 2 dənə namazı cəmaət quruldu. Namazı cəmaətin birinin peş namazı Ömər Sədid.
bir namazı cemaatinde peş namazı Hanım Zeynep idi. Yığışdılar, bir tane yanıq çadır qalmış diyor çadıra. Hanım Səkinə deyir, bir tərəfdə balalar ağlaşıydılar. Bir tərəfdə o döyülmüş hanımlar idilər. Bir tərəfdə qardaşım Əli ibn Hüseyin, İmam-ı Səccad məriz idi, məriz hal uzanıbdı. Saydılar, gördülər ki, uşaqların neçəsi əskid. Hanım Zeynəb üzün tutdu Ümmü Kulsumə, dedi ki, bunları gərək, day Əkbər yoxdur, Əbəlfəz yoxdur, keşik verən. Biz gərək keşik verək, bu balaları gərək biz tapaq. Hazreti Ayetullah اعتمادی جزو اساتید بسیار برجسته حوزه mənə nəql elədi. Dedi ki, mənə atam nəql elədi. Sənəd-i mötəbərlə ki, Kərbəladə qurub Aşuradan pəşimanı başlandı. Peşman oldular. Peşman olandan istəyirlər bir xidmət eləyələr. Gəldilər xanım Zeynəbə, dedilər ki, sən icazə versin bu iki balanı biz taparıq özümüz. Ki, bir xidmət eləyələr. Gəldilər, bir dənə tikan çolu idi, onun dibində gördülər ki, iki dənə bala qol boyun olub yatıblar. Gəldilər, xanım Zeynəbə xəbər verdilər. Xanım Zeynəb gəldi. Yavaş-yavaş istəyib bu balaları götürə, yuxudan oyatmaya, yorgundular, amma gördü ki, Xudaya, çoxdan can bədəndən çıxıbdır. Ravi deyir ki, mən Hüseynin dövrəsində 40 dənədən artıq uşaq saydım. Hansı rozəni oxuyayım? Bu gecə o qədər roza var, avarıyam hansını oxuyayım? Uşaqların rozasını oxuyayım. Şər-i müqəddəs surə biri can verəndə, onun riz uşağı olsa dövrəsində, onun gözünün qalın uşaqların başına, qoy o can verən xatırı cəm olsun, məndən sonra balalarımı saxlayan var. Amma Kərbəladə əks oldu. Küfəlilərin nəvazişi, Kəbi nə oldu? Elə cümeydilər o uşaqların üstünə. Rivayətdə var, o uşaqlar iki əllərin qoydular başlarına. Ərəb iki əlin qoydu başına, mənası budur. Mənim səndən işim yoxdur. Sən də məndən işin olmasın. Elə niskilli oldu bu balaların işi. Bu balaları İmam Hüseyin ağa yığmışdı bir dənə xeymiyə. O xeymənin qapısını bağlamışdılar. O xeyməni vermişdi bacısı Zeynəbə. Demişdi, bacı Zeynəb, bu uşaqlar qoyma xeymədən çıxa. Uşaq gərək cənazə görməyə. Uşaq gərək düşmənin həcməsini görməyə. İmam Hüseyin ağa teyid cənazə həml eləydi, gətirəydi. Qoymadı cənazə qala. Teyid eydi, qətlana, qətlən nəbiyyin. Bizim şühədalərimiz der rədif-i şühədai ənbiyas. Hey, bunları gətirəydi. Bunları yığmışdı. Bir dənə xeymiyə. Lap yuxarıdakı cənazə. Lap yuxarıdakı cənazə. Cənazəyə Əs-Seyyidül Mü'təmən Əl-Qasım ibn-ül Həsən. Həzrəti Qasım ağa idi. Şeyh Cəfər Şüştərin digər toy gəziyyəsi yox idi Kərbəladə. Amma qərar olsaydı toy ola, başlayı bir-bir deyil. Deyir ki, belə bir təxti var idi Qasım ağanın. Ruhun şad. Bəli, uşaqları İmam Əbu Abdullah Hüseyin Esam tapşırmışdı xanım Zeynəbə. Xanım Zeynəb bunların qoymadı, biri çıxar. Saxladı, saxladı, saxladı. Ta bu günləri nahardan sonra saat hududu 4 hududunda. Elə ki, xanım Zeynəb bildi ki, day Hüseyin düşdü qovdalı qətliqahə. Day xanım Zeynəb bu uşaqları saxlayan mən. Xanımın halı dəydi bir-birinə. Əvvəl minci uşağı ki, əlindən qaçdı. İmam Həsən ağanın o balaca balası. Ağlaya-ağlaya dedi, əmmə, indiyənə indən məni əmmimdən məhrum eləyirsən. Vallahi la ufariqü əmmi. Allaha and olsun, əmmimdən ayrılmaram. Əlindən qaçdı, özün yetirdi. Özün yetirdi. İmam Hüseyin ağanın cənazəsinin kənarına. Gördü ki, şəmşir əldə, Hüseyin ağa yerdə. Uşaqdır da, uşaq. Biləxərə o ruhiyyə uşaqlığı ilə istəy əmrisindən difa eləyər. Fəqət bunu yaz eləyən məqsəldə yazıylar, bu balaca balanın qolu dəridən aslandı. Özün yıxdı İmam Hüseyin ağanın sinəsinə. Yezidə Kərbəlanın müsibətindən dedilər. Yezid dedi, mən Kərbəlada olsaydım, lə dəfətu ənhu,
Hüseyndən difa elərdim. Vəlau bə həlak bə'd voldi, vəlau bəzi ovladım əlimdən gedəydi. Şeyx Cəfər Şüştəri deyər, məndən soruşdunuz hansı müsibəti oxudular? Mən deyərəm, bu Abdullah ibn Həsənin rozəsini oxudular. Uşaqların rozəsi çox niskilli oldu. Ha? Hazırsan bir cümlə deyəm, bətər cümlədir ya. İmam Hüseyin ağa Kərbəlaya yetişəndə biləxərə soruşdu, bura haradır Kərbəla, dedi dayanı. Bir yer işarə elədi, dedi bura bizim karvanın düşəcək yeridir. Bizim xeymələr burada vırılacaq. Dedi, bura məsfəkü dimağına, qanımız burada töküləcək. Həzrət vurdu və məzbəhu ətfalına, uşaqlarımız burada zib olacaq. Kərbəlada uşaq zib olub, Əli əskər oxlanıb. Əli əskər oxlanıb. Amma uşaq zib olub, bəzi məqatildə yazıylar, büyünləri qurub tərəfi ki, başları götdülər. Ömər Səhət dedi, götürün başları, ta caizə alasız. Hər kəsi öldürmüşdü, getdi onun başının üstünə. Tamam başları ayırdılar cənazələrdən. Həman xeymədəki İmam Hüseyin cənazələri yığmışdı. Amma bir deyə baş yetişmədi. Əssalamu aleykə, ya sahib əz-zaman. Ey xanım Fatimə Zəhra, məni əfv elə roze məkşuf oxuyan. Aşura günü. Onlara ki, bəzi məqatildə yazıylar, onlara ki, baş yetişmədi, orada idi ki, balaca balalar idi, Kərbəlada var idi. Hahuna məzbəhu ətfalına. Hahuna məzbəhu ətfalına. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la siyyama baqiyyetillah fil aradin. Və la'nu dâim ala a'daihim ecma'in. Hazreti Əbu Abdullah Hüseyin Ali'dən dərs alıbdır. Hansı zəminə Əmir Əleyhisselamın mərhum İlahiyyət qomşuya dedilər, arzun nədir? Dedi, arzun budur, kənar hovzu Kövsər. Əli ilə nəhdu Abdullah çox diqqətə və zərafətkariyə ehtiyacı var. İbrətləri ki, bu qəziyyədən alıyor, fövqül-adə xətirli. Dərsləri ki, bu karvandan alıyor, fövqül-adə mühümmidir. Fəlsəfəyə əzadari, niyədir o xədə ağlat تا جانون çıxsın. آیا دستور خودکشی انتحار دی؟ حضرت اوری اخده آغلا حتی تزهگ انفسکم جانون çıxsın. Var hamısı bir müqəddəmat دی. Həzərat-ı məslumin nəticə axtar eylər. Biz gərək bir təəmmüli eləyək. Görək aya bu nətaic bizim bu bərnamələrimizdə vardı ya yoxdur? Hazreti Əbu Abdullah Hüseyin Əleyhisselamın bərnaməsində bunlar gərək bəhs ola. Sirf azadari, sirf sinə zəncir vurmaq kafidir. Çox əcri var. Amma Hazret vurdu əvvəlukum mərifətən. Şəxsi əvvəl sizdə odur ki, mərifətdə əvvəldir. Ay əmcət vurdu bir cələsədə sübdən ağladıq nahara incan, əcəb hal tapdıq. Getdik ay məhzəri Aybəhaüddiniyə. Aybəhaüddiniyə dedim, ağa əcəb məclisi بود. Ta zor geriye کردیم. کربلا بود. آقا buyurdu ki گول این مجلس ها رو نخور. گول این مجلس ها رو نخور. معرفت لازم است. معرفت لازم است. حضرات معصومین الان امیر علیه السلام ساقی کوثر دی. حضرت دیده sen ساقی کوثر sen. Dedi این دیده ساقیم. فسالت عادیتون به قدرها سوگلیک اما bu vadinin ne kadar günzayışı var. Fesalet adiyetun به قدرها o yerde ki andaza yoxdi Hazrat-ı Məsumin özləri təbəqə bəndi eləyib insanları. Bəzisi deyik mənə nəsihət elə Həzrət Üreylə təqzəb. Deyik bir də deyik Həzrətin qabağını kəsib Peyğəmbərin mənə nəsihət elə Həzrət Üreylə təqzəb. Deyik ya Rasulallah bir də mənə nəsihət elə Həzrət Üreylə təqzəb. Həzrət Ürey xəllir rəhilə
Boşdan ağanı çəkil qoy mən gedim. Ya bununki bebelət. Bundan artıq döz. Ama bazısını aparı evin içine. Birine de zurni gibben tezde tübben. Bir gün gelme. Nədir tey gəlib əyləşib sən burada? Əcibdir Peyğəmbərin əxlaqından ha. O əxlaqda Peyğəmbər deyir, zurni gibben tezde tübben. Bir gün gəl, Əbu Hüreyrəyə deyir, bir gün gəlmə. Qoy sənin məhəbbətin mənə çoxalsın. Amma Hazreti Zəhra salamullah aleyha Salman'a deyir, Salman cəfa utəni, ya Salman mənə zülm eləyirsən, cəfa eləyirsən. Salman deyir, Allah'a pənə aparıyam, xanım sənə zülm eləyəm. Deyir, bəli mənə zülm eləyirsən, gəlməysən bizə. Niyə gəlməysən bizə Peyğəmbərin vəfatından sonra mətrəh eləyir? Bəzisin bu düz, bəsata çağırıq. Bəzisinə kilas-ı xüsusi qoyək, yapışıq Kumeylin əlindən, şəhərdən çıxıq. Bir dənə kilas-ı xüsusi qoyək, kilas-ı ustadi Əli, şagirdi Kumeyl, başlayı danışmağa. Əgər məarif bir təbəqədədir, dayı bə bu niyə şəhərdən çıxıq? Elə əyləşdin evdə, əyləşdin məsciddə hamını yıxsın dövrəsinə. Amma Kumeyl, bunun kilası məxsusdur, bunu əyləşdirək. Buna məarif-i ərşi, ki hər kəsin çəkimi yox diyor sözlərə, mətrəh eləyik. Yetişey bir yerə Kumeyl dönüb deyir ki, ya Ali, məl həqiqə. Həqiqət nə mənədir? Həzrət dönüb deyir, maləkə vəl həqiqə. Sən ara həqiqət ara. Dönüb deyir, ya Ali, əvvələstu sahibə sirrik. Axı mən sənin sahibi sirrəm, mənə deməksən? Həzrət dönüb deyir, bəli, sahibi sirrimsən. Amma mən daşanda bəzi gətirələr sənə sitirik. Yətərəşşəhu əleykə, ma yətfəhu minni. Yəni bu duayı Kumeyl və əzəməti ilə bir gətirədi sitirəyib Əlidən. Göründü o ki əyləşib bəsat-ı ünsidə. Biləmanın biri deyir, mənə kəşf yüz verdi, gördüm bir şəxsi kənar zəriyyə Hazreti Mevla Müvəhhidin dayanıb. Hazretdən tey, Kovsərdən istey, verey, cinə istey. Bir vaxt gördüm yapışdı əlindən. Qalxızlı qoydu kənarı Hozlu Kovsər. Məarif lazımdır. Əgər qərar ola, əvvəli vaxtıda Hazreti Əba Abdullah Hüseyni şəmşirlə namazdan ayıra bilməyələr. Amma biz əvvəl vaxtıda azan deyilik, bəli, xiyabanda məşğul olaq azadariyə. Bunu sən bilməysən bunun təbaatı nədir? Mən bu əxir səfərimdə Vəhhabilərin bir dənə ağzirilərindən düşdü məndən bəhsə, şənar-ı Kəbə. Mən təvaf-ı müstəhəbbini boşladım. Gördüm 3-4 dənə şiəni yığıb ora ipin qırey. İpin qırey bu şiələrin. Bunlar da züəfayı şiə danışan meylər. Hər kəsdə istey danışa başına qışqırey. De ya sakit ol, yer çıx get. Gördüm mənim də başıma qışqıracaq. Aram durdum bunun qabağında. Bu şiənin ipin qırey necə qırey bəyə. Yavaşcalı əlimi o uşaq qalxızan kimi güvə. Dedim ağa icazə. Gördü ki elə bil mən ədəbli, bəli, şagirdən. Dedi hə, sözü də görüm, ondan söz başlandı. Xülasə türkün məsəlidir deyərlər, filan kəsin məsəl yaxtıdır, alağın elədi, elə o kənar-ı Kəbə. Şiənin əlindən alağı oldu bunu. Amma birdən sözdən qaçdı. Dedi siz şiə namazı vacib bilməyirsiniz, namazı cəmaəti. Dedim axı sən də vacib bilməysən. Dedi yox, biz vacib biliyox. İbn-i Məktum kör idi Peyğəmbər. Dedi namazı cəmaətə gəl, dedi köram, dedi ipi bağla gəl. İpi bağla, ipdən yapışa cəmətidən, əgər gətirən yoxdur. Siz namazı cəmaəti vacib bilməyirsiniz, indi gəl bunu hali elə. Həzrət namaza belə, cəngidə Əmir əleyhissalam şirin cəng elə güvə baxıydı. İbn-i Abbas dedi, güvə niyə baxıysan? Cəngi sıffində, ot, qalxıbdı meydanda mərəkədə, güvə niyə baxıysan? Əmir əleyhissalam barha deyərdi, Allaha şükür eləyox, bir zaman var idi, dəvəni güdəydik, indi günü güdüyox, yerdən güyeyincə fərq eləmişik. Bir dəfə dəvə güdəydik, yəni Peyğəmbər yox idi, Peyğəmbər gəlməmişdi, dövran-ı cahiliyyət idi, dəvəni güdəydik. Dəvə hara getdi, hara getmədi. İndi günü güdüyox. İbn-i Abbas dedi, güvə niyə baxıysan? Dedi, namaz, istəyəm güvəm namazın vaxtı olub deyin.
Döndü dedi ya Ali bu qoğadı Hazret dedi elə mən namaza zənc eləyəm. Zənci sıfında su istədi, sınıq kasada su gətirdilər. Hazret içmədi. Dedi niyə içməysən dedi məkruhdur. Dedi əcəb məkruhdur içməysən Hazret dedi mən nə zənc eləyəm. Şirin Əmir Əleyhisselam zənc eləyəndə biri Hazretin əlinə bir dənə namə verdi. Namə verəndə məsələ-i şəri soruşmuşdu. İbn Abbas qışqırdı başına, dedi, evin yıxılsın, sual vaxtı deyəlan. Həzrət dedi, dayan, elə mən məsələyə görə zənc eləyəm. Bir dənə cavan iki ordugahı Əba Abdullah Hüseyndə sinəvrey, ərz-i ədəb və iradət erey, əhkam-ı şərisin gərək bilə, Kərbəladə fiqh bətər özün görsədir. Mən istəyəm bəhsə varid olam, bir dənəsin deyəm, həzz elə. Həzrət Məkkədən hərəkət eləyəndə, dedi, hər kəsin borcu var, məndən gəlməsin. Biri durdu, dedi ki, yabnə Rəsulullah, mənim borcum var. Amma xanımım zamin olubdur, qoy gəlim, məni məhrum eləmə. Dedi, yox, gəlmə. Niyə dedi gəlmə? Xanımın zamanəti, zamanət-i şər'idir. Zamanətlər fikr şiə be məniyə zəmmi, zimmə be zimmədir, ta deyəsən zimməyə kişi və zimməyə xanım İkisi öhdədarı bu bedehiydi ta irad tapa. Bu cürdür. Fikir şiənin budur mənası. Fikir şiə deyil. Zamanət yəni nəql zimmə be zimmə. Yəni bu borc doğrudan müntəqil oldu bunun boynundan, xanımın boynuna. Niyə bu gəlməsin? Peyğəmbər birine namaz qılanda ölü idi. Dedilər ya Resulallah bunun borcu var. Dedi day qılmaya. Mən buna namaz qılmaram. Bunun borcu var. Həqqın nas boynundadır. Əmir Əleyhisselam gəldi dedi ya Resulallah borcun aldım boynuma. Mən zamin. Yəni müntəqil oldu mənim boynuma. Peyğəmbər hazır oldu namaz qılmağa. Əhəmiyyəti haqqın nas yetirməyə. Ağa Əbu Abdullah razı olmadı. Nəql zimmə be zimmiyə incən hətta. Fikirdir bunlar. Cənab-ı Müslim İbni Əqildən o xədə qan gedib. Necə susuzdur bəyər. Amma dodağın vırıb şəmşirlə paralayıblar. Kasanı aldı əlinə içə teşnədir. Amma qan qarışdı suva. Gəytərdi. Təzədən suyu verdilər. Qan bir də qarışdı. Gəytərdi. Öley susuzluğundan 3-cü dəfə elə ki qan qarışdı. Gəytərdi. Dedi elhamdülillah. Daim mənim həzz və nəsibim sudan qutarıb. İşmədi ya. Teşnə şəhid oldu. Teşnə Darül İmarənin üstündən atdılar aşağı. Bu fikidir. Hünər budur ki, sən elə o çətin ləhzədə fikri icra eləyəsən. İmam Hüseyin təşhiy eləmə Əli-i Əkbəri. Niyə? Çünki dədə təşhiy eləyə balanı məkruhdir. Dədə balanı qoya qəbrə məkruhdir. Bizdən bu balanın üzün görər, əvatif əl verər, dolar dilinə bir şey gətirər ki, gərək gətirməyə. Necə ki, İbrahimi dəfn eləyəndə Peyğəmbər özü dəfn eləmədi. İbrahimi qoymadı qəbrə. Dədə qoya məkruhdir. Aləm fidayı Əbi Abdullah Hüseyin. Ya Resulallah, sən İbrahimi qoymadın qəbrə. Amma ləhzə o ləhzə oldu ki, Kərbəlada Hüseyin sağa baxdı, sola baxdı. Gördü nə Əkbər var, nə Əbəlfəz var, nə onu var, nə Cəfər var, nə əshabdan biri qalıbdı. Məcbur oldu özü Əli-i Əsğəri gələ dəfn eləyər. Əzbab istirrar idi. Gəldi balanı dəfn elədi. Bunlar hamısı fikirdir. Bunlar hamısı gərək məlum ola. Bəli, Kərbəlanın qəziyyəsi bir dənə bir tulanı bir bəhsidir. Əgər istəyək varid olaq bu bəhsə, əvvəl gərək başlana bu bəhs fəlsəfəyi əzadari bir bəhsidir. Amma mən istəyəm varid olan bu fəlsəfəyi ki, əhdafi ki ona görə Hüseyin hərəkət elədi və varid oldu ərsiyə. Bu da bir bəhsidir. İbrətهای Aşura məqam-ı məzzəm rəhbərinin çox təkidi var bu bəhsə. Nəcür oldu Mədinə? O cür oldu. Nəcür oldu Əba Abdullah Hüseyin əleyhissalam? Peyğəmbərin gözünün işığı. Buna görə Hüseynin dodağından öpeydi ki, dura məclisi Yəziddə biri deyə ev yıxılan, əl saxlan. Mən özüm görmüşəm Peyğəmbər bu dodaqla nə müamilə eləyibdi. O ki durdu məclisi Yəziddə, dedi bu qızı mənə kəniz ver. Belə xiyal eləmə pis adamıdır. Rəhmətullah əleyh. Əmir əleyhissalamın şiyələrindəndir. Durdu dedi bu qızı mənə ver, kəniz aparım evə, əsirlərin içində. Yezid dedi, Peyğəmbər
xanavadəsindən kəniz olmaz dedi. Əgər Peyğəmbər xanavadəsi bəni əsir eləyirsən, bica dörüdür ki, Peyğəmbər Hüseyin uşaq olanda Hüseyni quvalayı küçədə. Yəni, bunu küçədə niyə quvalayı? Əliyə də deyək, əmsik ya Əli, tut. Mərdimin gözünün qabağında. Görəylər Peyğəmbər gələk, bir çininə Həsəni mindirib, bir çininə Hüseyni mindirib. O qədər məşhur olubdur ki, qatili bəzi əfradi ki, Peyğəmbər onlara çox ehtiram qail ediyimiz, mislə qatili Həmzə isə yedü şəhəra, misli o şairi ki, Peyğəmbər qanın hədər elam eləyibdi. Deyək, mən nə cür eləyim Peyğəmbər məni bağışlasın? Deyilər, yolu fəqət budur, Həsən və Hüseyin. Və Həsən Hüseyni sən tap, bunları vasitə sal. Həsənlə Hüseyni küçədə tapdı, mindirdi çininə, varid oldu Peyğəmbərin məhzərinə. Dedi, ya Rasulallah, şəhadəteynimi deyəm. Həzrət güldü, əff elədi. Həsən Hüseyin vasitədir. Bunlar hamısı nişan verir bir mövqeiyyəti, xas ictimai Peyğəmbər gəlib düzəldibdi. Əba Abdullah Hüseyin əleyhissalama ki, özü bir tulani bəhs edin, tarixdən onları ki istəyələr, çıxardalar bunları, müfəssəldir. Əgər mən istəyən varid olan bu bəhs. Alan ki, sən əzadari eləysən, ha? Bu bəhsi məndən qəşah al əlivə. Bu əzadari ki, sən eləysən, Allah Müteal Quranda sarahətən deyil. Mələula dəf'ullahi, bə'zən nasi bi bə'z, ləfəsədətil ard. Əgər mən bir dənin fitnəsin, bir dənin əli ilə dəf eləməsəm, yer üzün fəsad bürüyər. Bunun mənası nədir? Yəni, Amerikanın qabağına şurəvini qoyayım. Olar. Amerikanın qabağına şurəvini qoyayım. Xub, şurəvi getdi. İndi bunu nəzir mənə eləysən? Allah buraya dünyada mən bir dəni qabağına gərək qoyam. Qoymasam, yer üzü fəsada çəkilər. İmam-ı Sadiq ağa and içdi. Dedi, Allaha and olsun. Murad əz bu ayə şiələrin əzadarlığıdır. Əgər şiə Hüseynə əzadarlıq eləməsəydik, Hüseynə yer üzündə ağlayan olmasaydı, yer üzünə Allah fəsada çəkərdi. Bunun nəzri də var. Necə ki, Peyğəmbər xütbə-i namaz cüməni oxuyanda təbli çalındı, hamı durdu, getdi, neçə nəfər qaldı. Rivayətdə var, o neçə nəfərdə durmaz. Dursaydı yerindən, lə'avraməl, Zməxşəri yazır, lə'avraməllahul mədinətə bin nar. Allah Mədinəni ota çəkəcəkdi. Ota çəkəcəkdi. Niyə? Peyğəmbərin ehtiramını saxlamadın. Bəh. Ya Rasulallah, sənin mənbərindən duracaqdılar. Və belə sənə bir hürməti, gələydin Kərbəlaya. Ki, İbn-i Ziyad yazey Ömər Sədə, deyik, Hüseyin ki, öldürdün Hüseynin bədəninə atı tapdır. Deyik, mən biliyəm, əgər gəlsin atı ölünün cənazəsinə tapdırsın, bilməz. Eyni ibarətini oxuyam, ha. İstəyəm ki, biləsən, yazey, hətta təqtüləhum, öldürəcəksən. Və tüməffilə bihim, tikə-tikə eləyəcəksən. Fə innəhəm li zalikə müstəhiqqun. Hüseyin müstəhəq tikə-tikə olmaq. Fə in qətəltəl Hüseyin. Hüseyni öldürdün, fə avtə el-xeyrə. Atları gəti sadrəhu. Bunun əvvəl sinəsinə tapdır. Elə ki, tapdırdın, Hüseyni üzü üstə sal. Və zəhrəhu Hüseynin kürəyinə tapdır. Niyə? Fə innəhu aqqun. Bu öz imamına aqq olub. Bu sözün rişəsi nədir? O zaman ki, Qədir-i Xumdan sonra gəldilər, yığışdılar Məkkiyə, səhifəyə məş'uməni yazdılar, imzaladılar, apardılar, gizlətdilər Peyğəmbərdən sonra çıxan ki, Abbasın Novdanın götürəndə Abbas məriz idi, əmrisi Peyğəmbərdən sonra nalə elədi mənim Novdanım ki, məscidədir götürməyin, istəyirdilər götürələr. Əmir əleyhissalam gəldi, dedi, Novdanı qoyun yerinə. Allaha and olsun, Novdanı yerinə qoyması olsun. Səhifə-i məş'uməni yasaram. Altın hər kəs imzalayıbdı, boynunu attırıram. فَإِنَّهُ آقٌ زَلُمْ Dalısız axsey وَلَسْتُ أَرَى أَنَّ هَذَا يَذُرُّ بَعْدَ الْمَوْتِ شَيْئًا Biliyəm atın ayağı cənaziyə bir şey eləməz. Hüseyin dərdin bilməz. وَلَكِنْ عَلَى قَوْلٍ قَدْ قُلْتُهُ Mən nəzr eləmişəm. Nəzr eləmişəm Hüseynin bədəninə tapdıram. قَدْ قُلْتُهُ لَوْ قَتَلْتُهُ لَفَعَلْتُ هَذَا بِهِ Mən bunu gərək bu işi görəsən. Vəllə məni boynuma kəffarə gələr. Nəzr oldu. Hüseyin ki, belə əzizdir Mədinədə. Hüseyin bu günə qalıq. Mən səndən bir sual eləyəm. Buna bir qəşəb, bir diqqət elə.
نه قدم مطلب الوه جلر به شرط صلوات بر محمد و آل محمد. Neçə il Peyğəmbər Mədinədə qalıb. Neçə il nəfəsi Peyğəmbər Mədinəyə dəyib. Bəyə Peyğəmbər həman Peyğəmbərdir ki, dey Tuba limən rəani. Dalısıyacaq dedi Tuba limən rəa mən rəani. Dalısıyacaq dedi Tuba limən rəa mən rəa mən rəani. Dalısıyacaq dedi Tuba limən rəa mən rəa mən rəa mən rəani. Dalısıyacaq dedi Tuba limən rəa mən rəa mən rəa mən rəa mən rəani. Dalısıyacaq dedi Tuba limən rəa mən rəa mən rəa mən rəa mən rəa mən rəani. Xoş adamın halına məni görər. Xoş adamın halına görə o adamı şu adam məni görüb. Xoş adamın halına ki görə o adamı şu adam görüb, o adamı şu adam məni görüb. Yeddiyə incən getdin. Ya Resulallah, 7 vasitə ilə sənin nəfəsin iş görək. Yəni 7 nəsl sənin nəfəsin təsğirindədir. Ya Resulallah, mən sual eləyəm səndən. Nədir oldu Yezidün, Muaviyənin dəstgahına nəvazəndələr, xanəndələr, rəqqasələri Mədinədən aparaydılar? Mənim sözümdür, tarixin sözüdür. Bu Mədinəni kim pis günə qoydu? Qoğayı az bəhs, qoğayı az maarif, sər sofraya 1400 salı neşəstəyim, amma teşnəyim, qoşnəyim. Bunlar maarifi etiqadisidir, əxlaqisine get. 800 növ adab var bizim şəriətdə. Zaman, əgər istəyirsən adab örgəşəsən. Başı nəcür saxla, adab varımız. Libası nəcür gey, adab varımız. Libası parsaniyə əvvəldə nəcür kəsdir, adab varımız. Özü nəcür zinət elə, adab varımız. Söz tulanidir, mən daha yoruldum, vaxtım da keçdi. Bir dənə rozə deyəm, rozam tulanidir, bəs. Əbu Abdullah Hüseyin əleyhissalam dedi, fəqət mənim əhl-i beytim yığışdır. Fəqət. Əshab geçsin, da hesabla işim yox. Əshab hamısı getdilər xeymələrə, fəqət əhl-i beyt yığışdı. Xanımlar, ağalar, uşaqlar. Ağalar laf qabaqda əyləşib, dalda xanımlar əyləşib, təhtə də uşaqlar əyləşib. Əbu Abdullah Hüseyin əleyhissalam bunları yığdı xeymiyə, əcibdir ya, şəb-i aşuraya gələnlər. Hüseyin fəqət baxdı, ağladı. Bir kələmə bu məclisdə danışmayıb. Baxdı, ağladı. Yazıylar Hüseyin ağladı, ağalar da ağladı. Ağalar ağlayanda xanımlar da qoşuldular, onlar da ağladılar. Mərhum Şeyx Cəfər Şüştəri deyər, bir məclisdə ağa ağlaya, nənələr ağlaya, uşaqlar ağlamaz. Mərhum Şeyx Cəfər Şüştəri deyir, uşaqlar da başladılar, bu gecə ağlaşdılar. Bu gecə ağlamalı gecədir ya, Kərbəla əzdəm ağlayıb ha, uşaqlar da ağlayıblar. Mərhum Şeyx Cəfər Şüştəri deyir, Hüseyin, Kərbəlanın sabahki günü ki Aşuradır, Aşuranın bir səhnəsini gətdi gözünün qabağına, başladı ağlamağa. Buradadır ki, ərbab-ı məqatil gələn fərsay eləyirlər. Hüseyin hansı ləhsəni təhti gözünün qabağına, isarəti təhti gözünün qabağına, vicdanı təhti gözünün qabağına, uşaqları təhti gözünün qabağına. Hərə bir söz deyildi, amma mən də bir dənə elə qoy işarə vırım da, bəs. İşarə bəsdir. O da budur ki, mənim camanım budur. Hüseyin o hərəmdən ayrılmağı saldı yadına. Sün yazıylar Hüseyin vidadan sonra, day inşallah təbirimi əffəla, Hüseyin vidadan sonra day belə zəng eləyənmədi. Vida Hüseynin belin büktü. Ravi deyib, biz təllin üstündən baxdıq, gördük Həzrətin dörəsini, elə uşaqlar tutublar, elə xanımlar tutublar, Hüseyin əyləşək, onlar da əyləşək, Hüseyin durey, onlar da durey. Ələ lənətullah, ələl qavmə